Ədliyyə Nazirliyi fiziki şəxs Ağalarov Namiq Sakitoğlu ilə satın alma müqaviləsi bağlayıb. Yenavaz.com xəbər verir ki, Nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən bir mənbədən satın alma metodu əsasında imzalayıb. Qeyd edək ki, müqavilənin şərtlərinə görə Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Probasiya şöbəsi üçün Xırdalan şəhəri Heydər Əliyev prospekti 251A ünvanında yerləşən ümumi sahəsi 584,7 kvadrat metr olan qeyri-yaşayış binasını icarəyə götürəcək. Nazirlik 14 yanvar 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinə kimi Ağalarov Namiq Sakitoğluna icarə haqqı olaraq 42.000 manat ödəyəcək. Məlumat üçün bildirək ki, Ağalarov Namiq Sakitoğlu eyni zamanda 1200 manat nizamnamə kapitalı olan və 17 mart 2022-ci il tarixində dövlət qeydiyyatına alınan Kristal AA İnşaat MTK-nın qanuni təmsilçisidir. Onu da qeyd edək ki, Ədliyyə Nazirliyi daha əvvəl paytaxt Bakıda və müxtəlif rayonlarda da fəaliyyət göstərən onlarla qurum üçün ofis sahələri və bəzi məhkəmələr üçün inzibati binalar icarəyə götürüb.